Hər kəsə salam dostlar. Bugün bu videoda 600 balı necə topladığımı və həmçinin başıma gələn bu prosesdə bütün real təcrübələri sizinlə bölüşəcəm. Əgər siz də abituriyent olaraq bu prosesdə hazırlaşırsınızsa, məncə bu videonu sonuna qədər izləməlisiniz. İndi isə vaxt itirmədən keçid almaq istəyirəm videomuza. İlk növbədə istəyirəm ki, biraz özüm haqqında məlumat verim. Mən Aytac Mahmudova hal-hazırda Almaniyanın Bochum şəhərindən bu videonu çəkirəm. İmtahanlarım dövründə 602 bal toplayaraq 600 balı keçmişəm və düşünürəm ki, bu çox böyük sizin üçün bir təcrübə olacaq. Mənim söylədiklərim, mənim etdiyim addımlar sizin üçün də real təcrübə ola bilər. Ona görə də bu videonu çəkmək qərarına gəldim. Necə oldu ki, mən bu qədər bal topladım? Əslində məncə hamının həyatında elə bir xala var, hamının həyatında olub məncə. Bizim yaxın bir qohumumuz var idi və həmin qohumun uzaq bir tanışı 600 balı ötmüşdü və hər dəfə mənim anamla danışanda istənilən bir məclisdə hər dəfə o qadın deyirdi ki, filan kəsin qızı bu qədər bal toplayıb, bizim nəsildən o qədər bal toplayan çıxmayıb, o uşağa mən həsəd aparıram, belə elə bu tipli ifadələr və ona görə də mən həmişə o fikirləri eşidəndə çox pis olurdum ki, yaxşı mən niyə toplamadım, mən niyə toplaya bilmərəm, məndə də ola bilər, bəlkə mən də cəhd edeyim kimi sualların içərisinə girirdi beynim. Və məncə bu mənə çox pis təsir edirdi. Çünki zaten bilirdilər ki, mən abituriyent dövründəyəm, həqiqətən çox ağır stres altındayam. Amma bununla belə o tipli sözlər deyərək mənə psixoloji təsir etməyə çalışırdı həmin xala. Və mən isə düşündüm ki, niyə də mən 600 balı ötüb onun cavabını verməyim. Və belə də etdim dostlar. 600 balı ötdüm. Daha sonra isə həmin o xalaya zəng vurdum amma dedi ki, artıq bu gündən sonra sən də sevinclə gedib başqalarının yanına danışa bilərsən ki, bizim nəsildə də artıq 600 bal ötən qız var. Və nəsildə ilk dəfə 600 balı ötən qız olaraq tarixə düşmüşəm. Və ilk növbədə onu qeyd etmək istəyirəm ki, mənim uğur yolumla başqalarının uğur yolu fərqli ola bilər və mən bu prosesi bir qədər çətin və əzablı keçmişəm. Amma bu proses başqaları üçün çox rahat ola bilər və istəyirəm ki, mən öz həyat hekayəmi, öz uğur yolumu paylaşım. İlk növbədə onu vurğulamaq istəyirəm ki, mənim bu prosesi abituriyent dövründə imtahanlara hazırlaşma prosesini təqribən 7 ay zaman, 7 ay çəkdi, yəni 7 aylıq bir zaman əhatə elədi və bu prosesdə əsas hədəfim 600 balı keçmək və Bakı Dövlət Universitetinə qəbul olmaq idi ki, bunu da bacardım. 602 bal toplayaraq Bakı Dövlət Universitetində Dövlət və İctimai Münasibətlər ixtisasına qəbul aldım. Niyə görə dostlar deyirəm ki, mənim yolum bir qədər əzablı və çətin olub? Çünki mən öz yaşlarımdan fərqli olaraq daha az hazırlıqlara gedib, daha çox effort evdə sərf etmişəm. Onlar vaxtında məsəl üçün dərslərini oxuyub çatdırarkən, mən 7 aylıq bir müddət ərzində hazırlaşıb, daha az bir zamanda daha çox şey əldə etməyə çalışmışam və buna görə də məncə mənim etdiyim daha çətin və daha əziyyətli bir yoldur. Mənim bu dövrdə ən çox çətinlik çəkdiyim fənlərdən biri həmişəki kimi riyaziyyat olub. 3-cü qrup olmuşam və 3-cü qrupun məncə ən ağrılı, yaralı yeridir riyaziyyatdır. Və düşünürdüm ki, ən çətinlik çəkəcəyim fən də həqiqətən riyaziyyat olacaq. Çünki 9-a qədər keçdiyim bütün hər şeyi bilirdim. 9-dan sonrası pandemiya dönəmi, digər problemlər hamısı bir-birinə qarışdığı üçün 9-dan sonra riyaziyyat məndə yox idi. Və bu dönəm ərzində ən çox çətinlik çəkdiyim fənlərdən biri riyaziyyat idi və mənim ən aşağı nəticə göstərdiyim fən də riyaziyyat idi. Digər fənlərdə isə hər bir fənni əzbərləmə metodum və taktikam fərqli idi. Məsəl üçün ingilis dili mənə son 3-4 ayda çox rahat gəlməyə başladı. Çünki o dönəmə kimi mən ingilis dilini xaotik oxuyurdum. Bilmirdim ki, bir gün listening eləyirdim, bir gün reading eləyirdim. Tam planlı bir proqram özümə qurmamışdım. Lakin digər günlərdən etibarən artıq planlı və sistemli bir proqram qurdum. Məsəl üçün gündə 20 söz əzbərləyirdim. Daha sonra bir listeningə qulaq asırdım, bir readingə qulaq asırdım və bununla da ingilis dilini yekunlaşdırırdım. Amma növbəti günlərdə, əvvəlki günlərdə isə mən tam tərsini eləyirdim. Yəni bir gün məsələn listening oxuyurdum, eləyirdimsə, bir gün reading oxuyurdum, bir gün söz öyrənirdim və bununla da artıq bu demək olar ki, öyrəndiklərim beynimdə birləşmirdi. Ona görə də mən artıq bir gündə hər şeydən biraz etməyi düşündüm və buna görə də mən düşünürəm ki, son bu etdiklərim mənə uğurlu oldu, mənim üçün uğurlu oldu. Və daha sonra digər fənləri necə etdim? Məsəl üçün Azərbaycan dilində mən ən çox çətinlik çəkdiyim məqamlardan biri daha çox qrammatik sualları cavablamaqdan yanaşı mətnlərə cavab vermək, situasiya suallarını beynimdə düzgün cavabını tapmaq idi. Mənə görə qrammatika çox asan idi. Çünki qrammatika zaten hamının bildiyi bir şeydir və bütün qayda kitablarında yazıb, sən onu əzbərləyirsən və ona uyğun olaraq testləri işləyirsən. Lakin situasiya sualları və mətn tipli suallar daha çox mənə çətin gəlirdi. Çünki bu sualların cavabı hər kəsə görə fərqli ola bilər və bəzən də mənim düz düşündüyüm bir cavab başqa situasiyada və başqa halda səhv çıxırdı və bu zaman özümə çox əsəbləşirdim. Çünki heç vaxtı çox səhv etməyi və
belə deyim, zəif görsənməyi sevməyən biriyəm və bizim qruplarımızda hər zaman daha yaxşı oxuyan uşaqlar olurdu. Yəni mənim həmişə olduğum qruplar abituriyent vaxtı çox belə güclü uşaqların olduğu qruplar olub və bu dövrdə mənim daha çox testdən səhvim çıxanda öz-özümə pis olurdum ki, niyə görə mənim daha çox səhvim çıxdı, digərlərinin daha az səhvi çıxdı və bu tip mükəmməliyyətçi bir xüsusiyyətim var idi və bu mənə həqiqətən çox pis təsir edirdi sonradan. İngilis dilini bu qaydada hazırlaşırdım. Azərbaycanda ən çox mətnlərdən çətinlik çəkirdim və bunu aradan qaldırmaq üçün mütləq şəkildə hər gün mətn işləyirdim və fərqli baxış açılarına mətnləri təhlil etməyə çalışırdım. Çünki bilirdim ki, mənim bəzən düşündüyüm hər hansısa bir fikir səhv ola bilər və bunu başqa tərəf necə düşünür və başqa tərəfin açısından baxmağa çalışırdım. Yəni doğru cavabın əslində olduğu yöndən, istiqamətdən baxmağa çalışırdım ki, artıq imtahanda da mən o tipdə baxa bilim. Daha sonra ən asanlıqla oxuduğum fənlərdən biri mənim ədəbiyyat və tarix olub. Niyə görə? Çünki mən bu fənləri həqiqətən əzbərləmə xüsusiyyətim çox yaxşıdır, əzbərləmə qabiliyyətim və bu fənləri əzbərləyirdim və əzbərləmək üçün də xüsusi bir metoddan istifadə edirdim. Öz-özümə həmin adamların adlarını həyatda baş verən, həyatımda olan hadisə və yaxud da adlarla uyğunlaşdırırdım. Məsəl üçün Həsəndirsə, tutaq ki, Uzun Həsən tarixdə olan bir tarix şəxsiyyət Uzun Həsəndirsə, mən onu tutaq ki, hər hansısa bir podruqamın qardaşının adı ilə bağlayırdım və yaxud da baş vermiş hər hansısa bir ili mən real həyatımda olan hər hansısa bir illə bağlaşdırıb deməyə çalışırdım və yaxud da çalışırdım ki, məsəl üçün eyni ildə olan hadisələrin hamısını bir gündə əzbərləyim və bir gündə onları təkrarlayım. Daha sonra isə növbəti illərdə olan hadisələri də eyni ildə olanı varsa əgər onları birləşdirim, bir əzbərləyim. Bu mənim üçün daha rahat idi. Çünki bilirdim ki, məsəl üçün 1984-cü ildə hər hansısa bir döyüş olubsa, başqa bir döyüş də olub və bu döyüşlərin illəri eynidir və həmçinin beləliklə daha çox belə deyim, zaman itirmirdim əzbərləmək üçün və mənim üçün kompakt şəkildə hamısını əzbərləmək daha rahat olurdu. Və ədəbiyyat da həmçinin. Ədəbiyyatda mənim həyatımda ən çox bəlkə də bəxtimizin gətirdiyi məqam ondan ibarət oldu ki, bizim dövrümüzdə şairlərin həyat və yaradıcılığı düşmürdü. Məncə bu bizim əsas müsbət tərəfimiz idi. Çünki həqiqətən də bizim dövrümüzdə çox pandemiya dönəmi idi. Bir tərəfdən müharibə başlamışdı deyə həqiqətən çox xaotik bir dövr idi və bizə məncə acıyıb onlar belə bir şey eləmişdi və bunun çox faydasını görmüşdüm. Çünki şairlərin həyat və yaradıcılığını oxumaq mənə çox çətin gəlirdi və mən çox bezirdim, yorulurdum. Hər şairin elətdiyi, yəni yaşadığı yer, köçdüyü şəhər, nə bilim, həyat yolu tamamilə fərqli olurdu və bunların hər birini əzbərləmək mənim üçün çox çətin idi. Amma ki, bizim dövrümüzdə həqiqətən bəxtimiz gətirdi ki, bizdə artıq bu proses olmadı. Yəni mən onları əzbərləmə məcburiyyətində qalmadım və ədəbiyyatda ən çox etdiyim addımlardan biri çalışırdım ki, şeir əzbərlədikcə şeirlərin bir-birlərinə oxşama qabiliyyəti var. Yəni bir şeiri oxuyursan, digər şeirdə artıq sən unudursan ki, hansı şeirdə hansı vəzn nə idi, bu nə idi? Yəni şairin məsələn tutaq ki, hansı şeir hansı şairin idi? İnsan qarışdırır və buna görə də şeirləri əzbərlədikcə digər əvvəlki şeirləri qayıdıb təkrarlayırdım mütləq və xüsusən də boyları, Koroğlu dastanı, digər Dədə Qorqudun kitablarını, boylarını, hamısını mütləq şəkildə, indi tam xatırlamaya bilərəm, hamısını mütləq şəkildə dəqiqliyi oxuyurdum və oxuduqdan sonra ən azı 2-3 dəfə özümdə təhlil edirdim və təhlil etmə qabiliyyətim çox güclü idi və buna görə də demək olar ki, hər hansı bir əsərin təhlilində və təhlil suallarına çətinlik çəkmirdim. Çünki mən həmin əsəri oxuduğum anda onu təhlil edirdim ki, bu əsər mənə daha rahatlıqla beynimə yatsın və mən bu əsəri daha rahatlıqla başa düşüm ki, sonradan belə deyim, siz mövzunu oxuyursunuz və daha sonradan üstündən bir həftə keçdikdən sonra onu təhlil etmək daha çətin olur. Nəinki əsəri oxuyub isti-isti onu təhlil etmək insana daha rahat gəlir. Və düşünürəm ki, bu da ən uğurlu addımlardan, taktikalardan biridir ki, əsəri oxudunuz, ümumiyyətlə hər hansı bir mövzunu oxudunuz, həmin mövzunu həmin dəqiqə təkrarlayın və beyninizdə təhlil edin. Bu sizə daha çox zaman gətirəcək, daha çox zaman qazandıracaq və həmçinin artıq siz həmin mövzuyla bağlı bir çox suallara beyninizdə cavab tapmış olacaqsınız. Cavab tapa bilmədiyiniz sualları isə bir kənara mütləq şəkildə qeyd edin və daha sonra müəllimlərinizə bunu bildirin və onlardan bu sualların cavabını istəyin. Ki mən özüm həqiqətən də müəllimlərimi çox incitmişəm. Nə barədə? Əslində yaxşı barədə incitmişəm. Yəni onları çalışırdım ki, bacara bildiyim qədər yorum, suallar verim. Hər hansısa bir qaranlıq məqam beynimdə qalmasın və hətta xatırlayıram ki, mənim tarix müəlliməm var idi, hazırlıq müəlliməm. 6-7 ay hazırlaşmışdım onunla da. Çox yaxşı bir qadın idi. Sadəcə olaraq yaşlı idi və zamanın çox hissəsini mənə ayıra bilmirdi. Yəni mən onun çox suallar verirdim, çox bezdirirdim, amma o da bacara bildiyi qədərini cavablayırdı. Mən bunu aradan qaldırmaq üçün həftə 3 dəfə getdiyim hazırlığa, həftə 4 dəfə, 5 dəfə gedirdim ki, ən azı hər hazırlıqda 1 saat da olsa oturum başqa qruplarla və bu suallarıma bəlkə onları dinləyərək cavab taparam. Yəni həqiqətən çox əziyyət çəkmişəm bu dövrdə, amma unutmayın ki, çəkdiyiniz əziyyətin sonradan qat-qat artırlaması ilə bəhrəsini alırsınız və buna görə də sizin bu yaşlarda çəkdiyiniz bütün əziyyət sonradan sizə artırlaması ilə qayıdır. Və dostlar, bu prosesdə, sizin ümumiyyətlə imtahanlara hazırlaşma prosesinizdə ən önəmli məqamlardan biri də sizin seçdiyiniz, ətrafınızda seçdiyiniz insanlardır.
Məsəl üçün mənim dönəmimdə mən təmayüz sinifdə hazırlaşırdım. Yəni təmayüz sinifdə oxuyurdum 9-cu sinifdən sonra və burdakı uşaqların hər biri çox yaxşı şəkildə dərslərini oxuyan, çox savadlı və çox zəhmətkeş uşaqlar idi və onların çevrəsində də mən də özümü artıq onlara oxşatmağa və onlar kimi oxumağa, onlar kimi çalışmağa başlamışdım ki, ətraf mühitdə olanlar, danışılanlar mənə çox təsir edirdi. Məsəl üçün mən 6-7 aylıq bir müddət ərzində hazırlaşmışdım. Videonun əvvəlində qeyd etdiyim kimi, o uşaqlar 2-3 il ərzində hazırlaşırdılar və hər gün də hazırlıqlara gedirdilər, gəlirdilər dərsdə müzakirə edirdilər, keçdikləri mövzuları bir-birlərlə danışırdılar. Mən görürdüm ki, mən onlardan geri qalıram. Mən də hazırlığa getmədən həmin mövzuları gedib özüm evdə oxuyurdum ki, səhərsi gün dərsə gələndə mən o uşaqlarla o mövzuları müzakirə edə bilim. Yəni ona görə də sizin ətraf mühitinizin və sizin seçdiyiniz insanların sizin inkişafınızda çox böyük rolu var. O ataların bir məsəli var, deyir dostunu mənə göstər, deyim sən kimsən. O faktor tamamilə doğrudur mənə görə. Və mən düşünürəm ki, əgər mənim çevrəmdə o dövrdə oxuyan uşaqlar və zəhmətkeş uşaqlar olmasaydı, bəlkə mən də o qədər bal toplamayacaqdım və mən də özümü o qədər yormayacaqdım. Amma bunun olması həqiqətən çox müsbət bir məncə inkişafa təsir göstərən amildir. Və sizi maraqlandıran digər suallardan biri bu ola bilər ki, bəs yaxşı neçə saat gün ərzində oxuyurdun? Bu əslində dostlar dəyişirdi və mənim məktəbə getdiyim dövrdə gedib gəldikdən sonra mütləq şəkildə 1 saat beynimi dincəldirdim və yatırdım, günorta yuxusunu alırdım və daha sonra isə əgər dərsim təbii ki hazırlığım yoxdursa, hazırlığım olduğu dövrdə hazırlığa gedirdim, gələndən sonra 1 saat dincəldirdim. Çünki məncə bədənimizi çox da yükləmək, ona naqrusluq etmək düzgün deyil və mütləq şəkildə 1 saat da olsa gün ərzində beynimizi dincəltməliyik. Ən azından beynimizi ingilislər refresh deyir, yəni yeniləməliyik. Və buna görə də məncə mənim etdiyim ən uğurlu addımlardan biri tez-tez istirahət eləyərək, yəni ən azından yata bilmirsinizsə, yerinizə uzanaraq 10 dəqiqə gözlərinizi qapadıb, beyninizi bir qədər təmizləyib daha sonra dərsə başlaya bilərsiniz və mən bunu çox eləyirdim. Daha sonra isə artıq hazırlıqlarıma gedirdim, gəlirdim və hazırlığın dərslərini etməyə çalışırdım. Əgər növbəti gün ərzində hansı hazırlığım varsa, onu eləyirdim. Daha sonra artıq vaxtım qaldısa mütləq şəkildə həmin mövzuları gözdən keçirdirdim və məncə mənim qısa müddət ərzində uğurlu olmağımın əsas səbəbi də hər gün təkrar etməyim idi. Dostlar, 1 saat hər gün ayırırdım və o saat ərzində mən o həftə ərzində keçdiyim bütün dərsləri təkrarlayırdım. Məsəl üçün, riyaziyyatdan əgər 3 dənə mövzu keçmişəmsə, tutaq ki, trigonometriya, tənliklər, mən həmin mövzuları başlayıram təkrar eləməyə ki, orada əsas qaydalar nədir? Məsəl üçün, Azərbaycan dilində mübtəda, xəbər, tamamlıq, zərfliyi ilə bağlı məsələn hər hansısa bir o mövzuları keçmişəmsə, başlayırdım həmin mövzulardakı qaydaları bir-bir təhlil eləməyə və təkrarlamağa. Və hər həftə mövzusunu siz bir gün təkrar etdikdə, sizin bir həftədə 7 gününüz olduğu üçün artıq 7 həftənin mövzusunu siz bir həftə ərzində təkrarlaya bilirsiniz. Və gün ərzində saat yalnızca, yəni bircə saat ayırıb siz bunları edə bilərsiniz. Və həqiqətən də bu sizə çox kömək olacaq. Çünki belə deyim, siz artıq bir ayın mövzusu yığılıb qalıb sonra təkrara başlamaqdansa, siz hər həftənin mövzusunu həftə içi günlərdə təkrar etdiyiniz üçün artıq siz tamamilə rahat olursunuz və sizin hər hansısa bir çətinliyiniz yaranmır. Testlərdə işləyəndə rahatlıqla işləyə bilirsiniz. Həmçinin sınaqlara gedəndə rahat şəkildə sınaqları yaza bilirsiniz. İndi sınaqlar barəsində mütləq şəkildə danışacağam. Və bu müddət ərzində etdiyim digər bir taktika isə çalışırdım ki, tez-tez sınaqlara gedim və bu sınaqlarda öz bilik səviyyəmi yoxlayım. Düzdür, bu çox depressiv bir situasiyadır. Bəzən elə olur ki, aşağı bal yığırıq və bu aşağı bal yığmağımızdan biz təsirlənib daha zəif oxuya bilərik ki, məndə bu olmamışdı. Əksinə məndə bu daha tərsinədir. Mən əgər bir şeydən zəif yığıramsa, çalışıram ki, gələn dəfə gedib onu daha da düzəldim. Yəni daha da motivasiya oluram. Mənə zəif yığmağım daha da motivasiya verir. Amma sizdə bu belə olmaya bilər və bu halda nə etməlisiniz? Mütləq şəkildə araşdırın ki, həmin kursun saldığı tutaq ki, suallar həqiqətən imtahana düşən tipli suallardırmı ya yox? Əgər düşən tipli suallardırsa, bu zaman sizin getməyinizi məsləhət bilirəm ki, gedib bir qədər həmin real imtahan situasiyasını yaşayasınız. Amma ki, əgər eyni deyilsə və tamamilə fərqli suallar salırlarsa və heç aidiyyatı yoxdursa, o tipli imtahanlara gedib özünüzü yormağı məsləhət bilmərəm. Çünki sınaqlara getmək zaman itkisidir. Yəni siz bunun üçün müəyyən bir zaman sərf edirsiniz. Həmçinin aşağı yığsaz dediyim kimi depressiyaya düşə bilərsiniz ki, və bu da sizin daha sonraki qabiliyyətinizə və potensialınıza təsir göstərə bilər. Ona görə də çalışın ki, bacara bildiyiniz qədər real imtahan formatına yaxın olan sınaqlarda iştirak edəsiniz və topladığınız bala heç vaxtı təəssüflənməyin. Daha da üstünə qoymağa, daha da artırmağa çalışın. Çünki belə deyim, mən IELTS imtahanında da, yəni abituriyent imtahanına fərqli olaraq IELTS imtahanında da xaricə gəlmək üçün verdiyim imtahanda da mən belə idim. Sınaq imtahanına gedirdim. Məsəl üçün bir dəfə getdim, 6 yığdım və özümə düşündüm ki, Aytaç, sən niyə 6 yığırsan?
Gələn dəfəki sınaqda 6-5 yığmalısan, 0.5 artırmalısan. Və belə-belə mən gördüm ki, artıq sınaqlarda o qədər rahatam və həmçinin özgüvənliyəm və daha çoxunu yığıram, bacarıram. Və bu bacarma hissi mənə daha çox güc verirdi və məni daha çox ilhamlandırırdı. Ona görə siz də bunu eləyin. Siz də qətiyyən bir testdən məsələn bir mövzudan 20 səhviniz çıxıb, 15 səhviniz çıxıb, qətiyyən ruhdan düşməyin. Çünki bu mövcud haldır. Biz hər birimiz insanıq, mükəmməl ola bilmərik. Və çalışın ki, bu tipli bir mənfi saysaları öz müsbət necə deyim, xeyrinizə çevirə biləsiniz. Məsəl üçün, bir mövzudan 20 səhviniz çıxdı, gedin evə həmin mövzunu təkrarlayın və yenidən testini yazın. Bu sizə həm güclü bir təkrar olacaq, həm sizin o qorxu, içinizdə olan narahatlıq hissinin aradan qaldıracaq ki, siz artıq bu mövzunu tamamilə başa düşdünüz. Və həmçinin belə deyim, sizin gələcəkdə imtahanda bu tipli suallar, düşəcək sualları səhv yazma ehtimalınız azalacaq. Məsəl üçün, Azərbaycan dilindən, atıram, mübtəda ilə bağlı testləri işlədiniz və 15 səhviniz çıxdı 40 sualdan, tutaq ki. Gedin həmin mövzunu yenidən oxuyun və dediklərimi edin. Əminəm ki, artıq imtahanda sizin o mövzudan düşən sualı səhv yazma kimi bir ehtimalınız olmayacaq. Təbii ki, burada stress və digər faktorlar var, amma mən düşünürəm ki, artıq bu ehtimal sıfıra yaxınır. Və mən istəyirəm ki, bu prosesdə, bütün bu proses boyunca mən hansı tövsiyələri birikdirdim və sizə hansı tövsiyələri verə bilərəm, bu haqqda danışım. İlk növbədə onu vurğulayıram ki, qətiyyən və qətiyyən özünüzü başqaları ilə müqayisə etməyin. Daima inkişaf etməyə çalışın. Daima həmin şəxslərlə rəqabətə girin. Amma öz hekayənizi, öz situasiyanızı və özünüzün maddi durumunu heç vaxt göz önünüzdən kənara qoymayın. Çünki məsəl üçün mənim dövrümdə dediyim kimi bütün sinif yoldaşlarım hər biri hazırlıqlara gedirdilər 2-3 il əvvəldən. Mən isə 6-7 ay qalmış hazırlıqlara başladım. Çünki o dövrdə ailəmin maddi durumu o qədər də yaxşı deyildi və sıxıntı içərisində idik. İstəmirdim ki, bir qədər özüm də ailəmi yüklüyüm və onları bir qədər də maddi sıxıntının içinə mən salım. Ona görə də çalışırdım ki, əlimdən gələn hər şeyin ən yaxşısını vaxtı ikən edim. Daha sonra 6-7 ay və yaxud da maksimum 1 il müddətində hazırlaşıb ən yaxşı nəticəni əldə etməyə çalışıram. Amma dediyim kimi bu prosesdə heç bir zaman özümü digərlərlə müqayisə edərək öz içimdə özümü salmağa çalışmırdım. Düşünürdüm ki, Aytac, onlar hazırlığa gedərək öyrənirlər. Sən isə öz evində oturaraq, rahat kofevi qarşıya qoyaraq özün öz dərsini oxuyursan. Sən daha rahatını edirsən və onlar daha çox əziyyət çəkirlər və bəzi uşaqlar var idi ki, qrupum mənim sinifimdə daha uzaq məsafədən yerlərə hazırlıqlara gedirdilər və düşünürdüm ki, onlar gedib zaman itirirlər. Məsəl üçün gün ərzində 2 saat, 3 saat yolda olurlar, avtobuslar dəyişirlər. Mən isə evdə rahatca oturub öz dərsimi oxuyuram və 6-7 ay qalmış mən də müəllim dəstəyini alacağam və müəllimin göstərdiyi yolla irəliləyəcəm. Amma bu dönəm ərzində özümlə məşğul olacağam və həqiqətən də belə oldu və gördüm ki, sonunda nəticəmə baxarkən və həmin uşaqların nəticəsinə baxarkən bir daha gördüm ki, mənim etdiyim taktika daha uğurluymuş, nəinki onların etdiyi. Çünki onlar 2 il, 3 il hazırlıqlara gedərək məndən daha aşağı bal toplamışdılar. Amma mən evdə çalışaraq və özüm planımı quraraq daha uğurlu olmuşdum. Və ona görə də sizə mütləq şəkildə vurğulayıram ki, və bilməyinizi istəyirəm ki, sizin özünüzü digərlərinizlə müqayisə etmək sizə heç bir müsbət şey gətirmir. Sadəcə siz özünüzü digər şəxslərin inkişafı ilə müqayisə edərək öz inkişafınıza töhfə verməyə çalışa bilərsiniz ki, məsəl üçün bu uşaq əgər gündə 2 saat dərs oxuyursa və filan mövzunu məndən daha yaxşı bilirsə, mən də 1 saat yarım effektiv şəkildə ayıracağam, bu mövzunu ətraflı şəkildə öyrənəcəm və həmin uşaqdan daha uğurlu olacağam. Bunu düşünə bilərsiniz. Amma düşünməyin ki, həmin uşaq məndən, məsələn, mən heç vaxt düşünmədim ki, həmin uşaqlar 2-3 il hazırlığa gedir, mən 6-7 ay hazırlığa gedəcəm və mən aşağı bal yığacağam. Bunu heç vaxt ağlıma gətirmədim. Və digər bir məqam isə hər gün mütləq şəkildə dərs oxuyun və hər gün mütləq şəkildə təkrar edin. Təkrar biliyin anasıdır deyilən söz boşuna deyilməyib. Həqiqətən də hər mövzunu oxudunuz, yeni bir mövzu keçdiniz, gəlin onu evdə möhkəmləndirin. Gəlin onun haqqında testlər işləyin. Gəlin o mövzundan əvvəlki mövzuları təkrar edin. Görün sizin inkişafınız nə qədər daha yaxşı inkişaf edəcəksiniz, həmçinin nə qədər həmin mövzunu ətraflı biləcəksiniz. Mən onu edirdim və sizə qızıldan da dəyərli məsləhətim məncə oldu ki, mütləq şəkildə hər gün təkrar edin. Dostlar, hər gün dərsinizi oxuyursunuz, sizə verilən ev tapşırığını oxuyursunuz, çalışmalarınızı işləyirsiniz və ondan əvvəlki mövzularınızı təkrar edirsiniz. Bu niyə görə önəmlidir? Çünki təkrar etmədiyiniz bir şeyi insanın yaddaşı elədir ki, yeni mövzular öyrəndikcə köhnə informasiyalar onun üçün önəmsizləşir və onu beynindən silir avtomatik olaraq. Və siz isə yeni bir mövzu öyrənirsiniz və digər mövzunu siz unutmağa başlayırsınız. Və bu zaman siz yeni mövzunu öyrəndikdən sonra köhnə mövzunu təkrar etdikdə isə hər ikisini öyrənmiş olursunuz və hər ikisi sizin üçün artıq beyninizə yazılır. Və buna görə də çalışın ki, mütləq şəkildə mütəmadi olaraq gün ərzində 1 saat, 1 saat yarım, əgər bacara bilirsinizsə 2 saat ayırın və ətraflı şəkildə həmin mövzunu təhlil edib təkrar edin. Və üçüncü əsas məsləhətim isə ondan ibarətdir ki, mütləq şəkildə səhvlər etməkdən qaçmayın.
Səhvlər edin. Səhvlər edə-edə böyüyəcəksiniz və həmin o səhvlər, etdiyiniz səhvlər sizi imtahanda səhv etməkdən yayındıracaq. Tutaq ki, bayaq dediyim kimi, əgər bir mövzu haqqında 45 sual varsa və ya da 40 sual varsa, siz bunun 10-15-ini səhv edirsinizsə, bu heç bir problem deyil. Siz həmin mövzunu öyrənirsiniz və bu zaman sizin etdiyiniz səhvlər sizin imtahanda daha ciddi səhvlər etməyinizə və həmin mövzula bağlı səhvlər etməyinizin qarşısını alır. Və bacara bildiyiniz qədər etdiyiniz səhvləri özünüz bir daha nəzərdən keçirdin və daha sonra bilmədiyiniz sualları, başa düşmədiyiniz məqamları isə özünüzdə işarələyərək, dəftərinizdə işarələyərək müəllimdən soruşun. Çünki dostlar, o boşluqlar dolmasa və belə deyim, təkrarlar edilməsə, bir mövzudan sonra gələn mövzu haqqında testlər işlənməsə, həmin testlərin səhvləri əgər yoxlanılmasa, siz bu zaman yəni o testlərin səhvləri haqqında bir fikir yaratmasa, o səhvi niyə etdim, o səhv niyə görə oldu, bundan sonra o tipli testlər necə işlənməlidir kimi suallara siz beyninizdə cavab tapa bilməsəz, imtahanda bu sizin üçün çox böyük bir minus olacaq. Və imtahanda bütün oxuduqlarınız qarışacaq bir-birinə. Ona görə də hər oxuduğunuzu beyninizdə mütləq şəkildə kompaktlaşdırıb oturdun ki, digər mövzunu da yerinə oturda biləsiniz. Və bu proses zəncirvari həlqədir dostlar. Yəni zəncirin əgər bir həlqəsi qırılsa, digər həlqələr də qırıla-qırıla gedəcək. Və sizə məsləhətim, imtahandan bir gün qalmış, heç vaxtı oxumayın. Beyninizi boşaltmağa, təmizləndirməyə çalışın ki, sizin səhərki imtahan üçün hər hansısa bir stressiniz və həyəcanınız olmasın. Niyə görə dostlar bu sözü deyirəm? Çünki məsəl üçün siz imtahandan bir gün qalmış, açırsınız hər hansısa bir kitabı, qayda kitabını, baxırsınız həmin qaydaya və o qayda əslində sizin ağlınızdadır. Lakin siz kitaba baxanda sizin ağlınızdan çıxır. Elə bilirsiniz ki, ağlınızdan çıxıb. Və həmin qaydaya baxanda sizin heç bir qayda yadınıza düşmür. O qayda yadınıza düşmür. Və o an başlayırsınız həyəcanlanmağa ki, mən necə oxumuşam? Mən necə bu boyda imtahanlar vermişəm, testlər işləmişəm, sınaqlara getmişəm, günümün neçə saatını sərf edib bu dərsi oxumuşam. Amma bu dərs mənim yadımdan niyə qalmayıb? Halbuki sizin həmin o dərs sizin ağlınızda qalıb və siz o an həyəcandan və imtahana bir gün qalma stresi ilə siz o an beyniniz elə başa düşür ki, sanki o dərsi oxumamısınız, amma əslində oxumusunuz. Ona görə də məsləhət bilmirəm. İmtahandan bir gün qalmış, həqiqətən çox çalışın ki, beyninizi sakitləşdirəsiniz. Yalnız müsbət düşüncələrdə və pozitiv duyğularda olasınız ki, siz həmin duyğularla gedib səhərsi gün imtahanda rahatlıqla yaza biləsiniz. Düşünün ki, artıq bura qədər əlimdən gələn hər bir şeyi etmişəm. Mən əlimdən gələn də daha da artıq olmasını etmişəm və artıq mən imtahana hazıram. Və hər bir şey nə olur olsun, hər bir şey çox qəşəng olacaq və çox gözəl nəticələnəcək. İmtahan günü dostlar, imtahana getdiyim günü mən həmişə belə bir totem eləmişdim ki, atamla gedirdim bütün imtahanlara və həqiqətən də mən düşünürdüm ki, o mənə uğur gətirir və imtahan günü də elə etmişdim. Atamla imtahana getmişdim və çox pozitiv şəkildə oyanmışdım yuxudan, getmişdim və imtahan günü demək olar ki, heç bir həyəcanım yox idi. Sadəcə olaraq həyəcan mənə sinif otağına girəndə gəlmişdi biraz. O da ki, normaldır çünki tanımadığım, bilmədiyim bir ortama daxil olmuşdum və nəzarətçilər də bir qədər qaşqabaqlı idilər. Ona görə də biraz içimə həyəcan düşmüşdü. Amma sonradan gördüm ki, artıq həyəcanlanan heç bir şey yoxdur. Sual kitabçasını açdım, gördüm ki, bildiyim bütün suallardır və bir anlıq rahatladım. Siz də qətiyyən həyəcan hiss etməyin. Artıq belə düşünün ki, nə olacaqsa olacaq və buradan qaçış yolu yoxdur. Siz əlinizdən gələn hər şeyin ən yaxşısını etmisiniz və artıq imtahandasınız. Və dostlar, sizə əsas məsləhətimdən də bir ondan ibarətdir ki, çalışın ki, buraxılış imtahanından çox yaxşı bal toplayasınız. Çünki Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri artıq sizin birinci sinifdən keçdiyiniz fənlərdir. Və bu fənləri mütləq şəkildə yaxşı bir şəkildə hazırlaşın və yaxşı bir şəkildə verin ki, siz blok imtahanında da artıq üzərinizdən müəyyən bir yük qalxmış olsun. Çünki niyə görə deyirəm? Siz 300 baldan məsəl üçün 250, 240, 210 yığa bilmisinizsə və 200 ötmüsünüzsə, sizin digər mərhələ üçün artıq yükünüz bir qədər azalır. Lakin az bal yığdığınız təqdirdə isə ruhdan düşməməlisiniz. Çünki əgər buraxılışda az bal toplamısınızsa, bu o demək deyil ki, blokda da az bal toplayacaqsınız və bloka daha effortla çalışaraq və daha səylə çalışaraq daha çox bal toplayıb yenə də balınızı 500 yuxarı və yaxud da 600 yuxarı edə bilərsiniz və bu da mümkündür. Buna görə də mütləq şəkildə buraxılış imtahanına birinci fokuslanırıq, onu yaxşı şəkildə verməyə çalışırıq. Əgər bacarmasaq isə blok imtahanında, bu halda blok imtahanında daha yüksək nəticə göstərməyə fokuslanırıq. Və mən 2021-ci ildə imtahan verərkən yalnız bir dəfə blok imtahanı vermə haqqım var idi. Ancaq bu indi belə deyil. Siz əgər blok imtahanını birinci dəfə verdiniz və aşağı bal topladısa, ruhdan düşməyərək ikinci dəfə hazırlaşaraq, artıq boşluqlarınızı, etdiyiniz səhvləri düzəldərək və onları dolduraraq, növbəti dəfə blok imtahanında daha yüksək nəticə göstərərək ümumi balınızı daha çox artıra bilərsiniz. Və məndən sizə məsləhət, hər zaman etdiyiniz səhvlərə fokuslanın və onları düzəltməyə çalışın və bildiyiniz yerləri isə, yəni bildiyiniz məqamları, bildiyiniz mövzuları isə gücləndirməyə çalışın ki, onların da səhv etmə ehtimalınız olmasın.
Və dostlar, bilirsiniz ki, imtahanı verdikdən sonra artıq ixtisas seçmə mərhələsi gəlir və bu dönəm ərzində siz çox ciddi şəkildə düşünərək doğru qərarlar verməlisiniz. Çünki sizin seçdiyiniz ixtisas birbaşa olaraq gələcək həyatınızda və gələcək necə deyim, proseslərə təsir göstərir. Və bu proses haqqında da, yəni ixtisas seçmə prosesi haqqında da, ixtisaslaşma prosesi haqqında da istəyirəm ki, bir video çəkək və bu barədə ətraflı şəkildə danışaq. Videomuzun beləliklə sonuna gəldik. Düşünürəm ki, bu video sizə həm motivasiya, həm də müəyyən qədər real təcrübə qazandıra bildi. Əgər videonu bəyəndinizsə, like etməyi və abunə olmağı unutmayın ki, bundan sonra daha da faydalı videolar qarşınıza çıxsın və daha da faydalı videolarımızı dinləyə biləsiniz. Və sonda isə onu demək istəyirəm ki, həyatınızda heç vaxt olduğunuz yerdən və durumdan şikayət etməyin. Çünki bilə bilmərsiniz ki, həmin durum və həmin vəziyyət sizi necə bir müsbət mərtəbələrə, müsbət uğurlara hazırlayır və buna görə də həyatda olduğunuz, hər zaman olduğunuz yerdən şükür edin və daha da artığını, daha da çoxunu qazanmağa çalışın və bunun üçün addımlar atın. İndi isə hal-hazırda TU Dortmund Universitetində Religion, Ethics and Politics ixtisası üzrə master təhsilimi alıram və düşünürəm ki, məncə mən bu gün istədiyim yerdəyəm və xəyalını qurduğum yerə gəlib çatmışam. Sağ olun.